Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər, o cümlədən dünən növbəti il dönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətmiş Ermənistan dövləti və onun silahlı qüvvələrinin birbaşa iştiraki, maddi texniki dəstəyi ilə yaradılmış cinayətkar qrupun tərkibində fəaliyyət göstərmiş erməni əsilli 15 nəfər, o cümlədən Arayik Harutyunyan, Bako Sakyan, Arkadi Qukasyan, Vitali Babayan və digərlərinin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində davam etdiriləcək. Hazırki mərhələdə məhkəmə istintaqı aparılır. Məhkəmə istintaqında sübutların tədqiqi mərhələsidir. Hakim, hərbi məhkəmənin hakimi Zeynal Ağayev təqsirləndirilən şəxslərin hüquqlarını izah edib və eyni zamanda onlara ittihamın mahiyyətini, ittihamın hüquqi tövsüvünü, onları bu ittiham üzrə nə qədər cinayət məcəlləsi ilə hansı cəzaların gözlədiyi və digər prosedur qaydaları izah edib, mahiyyətini izah edib. İndi hal-hazırda bugünkü keçiriləcək məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verməlidir. Qeyd edək ki, ötən dəfəki məhkəmə prosesində bundan əvvəlki iclasda hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşmuşdu. Təqsirləndirilən 15 nəfər isə özlərini irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiklərini qeyd etdilər. Yalnız Arayik Harutyunyan bildirdi ki, o baş verənlərə görə təəssüf edir, təəssüf hissi keçirir. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən 15 nəfərin hər biri müdafiəçi və eyni zamanda özlərini başa düşə bildikləri dildə tərcüməçi ilə təmin olunublar. Həmçinin bu iş üzrə 531 mindən çox zərər çəkən və onların nümayəndələri, hüquqi varisləri var. Və məhkəmə prosesində hissə həmin zərər çəkənlər də iştirak edirlər və onların da hüquqlarını müdafiə etmək üçün müdafiəçilərlə təmin olunublar. Biz gün ərzində bir neçə dəqiqədən sonra başlayacaq məhkəmə prosesi ilə bağlı növbəti buraxılışda tamaşaçılara da daha ətraflı məlumatlar verəcəyik deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.